Sabahınız xeyirli olsun. Təqsirləndirilən şəxs 15 nəfər Ermənistan vətəndaşının məhkəmə prosesinin növbəti iclasının müdafiə tərəfinin çıxışlarının icrası ilə davam etdirilməsi gözlənilir. Qeyd edək ki, bundan əvvəlki məhkəmə iclasında əvvəlcə təqsirləndirilən şəxs Aray Karutunyan və onun müdafiəçisi çıxış etmişdi. Ondan sonra isə digər təqsirləndirilən şəxs Lyova Mnasakanyanın vəkili çıxış etdi və Lyova Mnasakanyanın özünün çıxışına başlanılmış və bugünkü iclasda həmin çıxışın davam etdiriləcəyi gözlənilir. Yer gəlmişkən bir məqamı da vurğulayaq ki, təqsirləndirilən şəxslərin hər birinə dövlət hesabına 2 müdafiəçi ayrılıb. Eyni zamanda onlar fikirlərini, özlərinin istəklərinə uyğun olaraq rus və erməni dilində sərbəst çatdırmaları üçün məhkəmədə 2 dildə də tərcüməçilər iştirak edirlər. Zərər çəkmişlər isə məhkəmə prosesində hələ ki iştirak etmirlər, amma onların çoxsaylı nümayəndələri var ki, bu məhkəmə prosesində də onların nümayəndələri iştirak edirlər. Ümumiyyətlə qeyd edək ki, bu cinayət işi üzrə yarım milyondan çox zərər çəkmiş və zərər çəkmişin hüquqi varisi var. Məhkəmənin bugünkü iclası ilə bağlı biz təbii ki, xəbərlərin növbəti buraxılışlarında daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacağıq deyərək sözü yenidən mərkəzə studiya ötürürük.